Və aleykumussalam və rahmetullah və bərəkatuhu. Sözün düzü, yəni bu məsələdə, bəli, bəzi hədislərə əsasən, həmçində İbn Teymiyyə rəhməhullah kimi, İbn Qeym rəhməhullah kimi alimlərin, yəni istinbat elədiyi məsələlər odur ki, yəni qadın bu dünyada sonuncu əri kimdirsə, o dünyada da onu ilə, yəni ailəli olacaq. O dünyada o ilə də ailəli olacaq. Bəziləri də deyir ki, yox, əgər qadın əri ölüb, sonra ikinci evlənibsə, yəni birinci əri də cənnətə düşərsə, o zaman qadına ixtiyar verəcək. Yəni çünki boşanmayıb. Söhbət boşanmış qadının ikinci əri ilə cənnətdə olacaq. Amma birinci əri ölübsə, yəni o da cənnətə düşsə, o vaxtı bəzi alimlər deyir ki, ona seçim verilir. İstəyər birincini, istəyər ikinci ilə. Amma o ki, qalsa ki, onlar boşanmayıblar. Bu dünyada, yəni uşağa görə, yəni bir yerdədir, amma bir-birlərini sevmirlərsə, yəni belə deyim də, indi müəyyən bir şey ola bilər ki, dünyadakı ər-arvadın bir-birlərinə qarşı hansısa bir ikrah olan bir hissləri olsun. Yəni bir-birlərini bəyənməsinlər, müəyyən bir xarakterlərini götürməsinlər. Və onlar uşaq xətrinə bir evdə qalsınlar, hətta münasibət olmasa belə. Amma o bu dünyadadır. Amma siz təsəvvür edin ki, yəni qiyamət günü onlar hər ikisi cənnətə düşsə, onların qəlblərində bu dünyada olan nə ikrah, nə kin, nə həsəd olmayacaq. Yəni onlar sap sağlam qəlbli olacaqlar. Yəni mən düzü buna sırf açıq-aşkar dəlil bilmirəm bu suala münasib. Amma onu deyə bilərəm ki, inşallah ki, yəni onların cənnətə düşsələr, İnşallah bir-birlərini sevəcəklər. Allah sevəcək. Çünki o kindir, nifrət, həsəddir. Onlar bu dünyada bir-birlərini bəyənməyə bilərlər. Amma qadın cənnət hansı formada düşəcək? Onu bir gözünü qabağına gətirin. Cənnət qadınları bütün hureynlərdən gözəl olacaq. O ki, qaldı cənnət kişiləri də onun kimi. Ona görə mən deyərdim ki, Allahın izni ilə, yəni onlar bu dünyada sevməsələr də, inşallah ki, cənnətdə, yəni bir-birlərini görüb bəyənəcəklər də, sevəcəklər də, bu dünyadakı olan sıxıntıları təmiz unudulacaq Allahın izni ilə. Aleykumussalam və rahmetullah və bərəkatuhu. Ümumiyyətlə, belə bir qayda yoxdur ki, yəni bir qardaş ikinci zövcə almaq istəyirsə və yaxud da qadın ikinci evlilik eləmək istəyirsə, əri onu sorğu-suala tutsun. Yəni onu almaq istəyən sorğu-suala tutsun ki, niyə boşandınız, nə səbəb oldu, belə oldu, elə onu sorğu-sual etməyə yəni şəriətlə, yəni heç bir səlahiyyət yoxdur. Yəni belə bir qayda yoxdur ki, mən bir qadın ikinci dəfə ailə qurmaq istəyirsə, mən hökmən ondan soruşmalıyam ki, niyə boşanmısan? Yəni belə bir qayda yoxdur, yəni belə bir şey yoxdur. Bəli, yəni əslində qadına belə bir sual verilərsə və qadın da ondan soruşmaq lazımdır, yəni onu maraqlandıran nədir? Yəni bilmək istədiyi nədir? Yəni onu, yəni nə səbəbə soruşur, niyə görə soruşur? Onu əsas marağını bilmək lazım ki, yəni oğlanı maraqlandıran nədir? Çünki kişilərdə belə bir xüsusiyyət var, evlənmək istədiyi zaman, yəni çox şey öyrənirlər qadından, yəni ikinci almaq istədiklərini və yaxud da ikinci nəfəri getmək istəyən qadından suallar, məsələlər soruşurlar. Yox, unutdum, heç narahat olma, belə elə, güya ki, unudurlar. Amma başqa vaxt isə, yəni aralarında mübahisə olan kimi, yəni düz qızın üzünə baxa-baxa, yəni gözünə baxa-baxa sözləri üzünə deyirlər ki, sən belə olsaydın boşanmazdın, belə olsaydın boşanmazdın. Ona görə yəni şəriət o səlahiyyət verməyib oğlana ki, səbəbin zadını soruşsun. Sadəcə soruşmaq istəyəndə qız soruşsun, yəni səni maraqlandıran nədir? Yəni bilmək istədiyin şey nədir? Yəni səbəbin bilsən nə olacaq? Yəni hansı səbəbdir bilmək istəyirsən və s. Yəni çalışsın, yəni oğlan öz sualı ilə yəni geri qaytarsın. Və aleykumussalam və rahmetullah və bərəkatuhu. Əgər qadınlar qaşlarını təmiz götürüb yerinə tatu döydürürlərsə, yəni qaş döydürürlərsə, təbii ki, bu da həmən o döydürmə aiddir. Çünki qaş özü də bədəndəndir. Yəni qaş bədəndəndir. Yəni orada bədən, orada sırf bel, sinə, qol, ayaq demək deyil. Bütün bədən, bütün cisim. Ora ağız da gedir, qaş da gedir, alın da gedir, yanaq da gedir, boyun da gedir, qulaq da gedir. Nə bilim, qol, ayaq və s. Ona görə qadınların qaşının yerinə nakolka döymələr, təbii bu da lənətə düşür. Lənətə düşür, haramda eləmək olmaz.
Və aleykum assalam və rəhmətullahi və bərəkatuhu. Yəni əvvəla bacı üçün dua edək ki, Allah Subhanahu o bacının valideynlərinə hidayət eləsin və bacını öz asiliklərinə şərik eləməsinlər. İkinci də əgər bacı, yəni az yaşlısa, 7, 8, 9, 10, 11, 12 hansı ki, yəni valideyn qayğısına, himayəsinə daimən davamlı nəzarətdə olmalıdır, ehtiyacı var. Yəni o bəli, o məcburən gedə bilər. Gedib orada da istiğfar eləyə bilər ki, məclis bitənə kimi. Amma bir də var, artıq həddi buluğa çatıbsa, yəni istər dini qanunlara görə, istər dövlət qanunlarına, konstitusiyaya görə, yəni heç bir halda valideyn özünə oğluna, qızını nəyəsə məcbur eləyə bilməz. Sadəcə qız üçün ki, getmirəm, mənim orada başım ağrıyır, halım pisləşir, vəziyyətim pis olur. Hansı ki, həqiqətən də haramların içində insanın halı da pisləşir, vəziyyət də pisləşir, gərginləşir. Yəni bunun səbəb gətirsin və getməsin. Yəni heç bir sıxıntısı yoxdur. Zaten məlum məsələdir ki, cahil valideynlər qızları niyə aparırlar toya ora-bura? Ki, oğlanlar görsün, başqa bir analar görsün, bəyənsinlər, eləsən və s. Çünki bu bizdə qədim adətdə də belə bir şeylər var. Ona görə qız əgər həddi buluğa çatıbsa, yəni gözəl hikmətlə, üslublarla başa salsın ki, yəni getmirəm, qurtardı. Yəni dərs oxusun, ya desin halım pisdir, gedəmirəm, orada gərginləşdirmək və s. Başa salsın və getməsin Allahın izni ilə. Aleykum assalam və rahmetullah. Yəni bu tatu o kimi şeylərdən istifadə etmək lazım deyil. Amma məsəl üçün söhbət qadından gedirsə, qadın məsəl üçün əlinə, qoluna o xına ilə o naxışlar vura bilər. Hansı ki, heç bir problem yoxdur, heç bir ixtilaf yoxdur. Nəinki tatu və s. Çünki ola bilər ki, o hətta müvəqqəti tatu ki, deyirsiniz nakleyka formasında, ola bilər ki, onun yapışqanlığı var. O dəriyə hopanda, hətta müvəqqəti olsa da belə, o dəriyə su keçməyin qarşısına mane ola bilər. Ona görə bu da dəstəmazı səhih eləmir. Ona görə bu şeyləri tərk eləyin. Əgər söhbət qadın öz yoldaşı üçün gözəllikdən ötürü eləyirsə, təbii ki, naxışlar formasında xına vura bilər. Yəni, belinə vura bilər, qoluna vura bilər və s. Hansı ki, yoldaşı görsə, görmək istəyirsə, yəni o görünən yerləri vura bilər. Əldir, qoldur, ayaqdır, məsəl üçün beldir və s. Amma tatu, hətta müvəqqəti olsa da belə, ondan çəkinsə yaxşıdır. Çünki ola bilər ki, həmən o, hətta dəstəmazın suyun hopmasına, hətta siz deyirsiniz ki, dəstəmaz xaric, dəstəmaz xaric olsa da, sabahçın qüsul alanda o maniyə törədəcək. Ona görə heç bir halda, yəni ondan istifadə eləməsi daha yaxşıdır. Aleykum assalam və rəhmətullahi və bərəkatuhu. Əgər o istər stəkanlar, istər qab-qacağın üstündə olan bəzək əşyaları, əgər İslama müxalif bir işarələr, əlamətlər, hansısa bir dinə filan nisbət olunan, yəni xas və xaça bənzər və ya da ki, hansı buddizm və digər belə deyim, dinə nisbət olunan təriqətlərin simvolu filanı yoxdursa, adi normal bəzəkdirsə, inşallah ki, bir problem yoxdur. Həmçində evi bəzəməkdir. Yəni insan evini filanı bəzəyəndə, yəni çalışsın özünü kitab əhlinə oxşatmasın. Amma kitab əhlinə oxşatmamaq şərti ilə bəli insan sevinc əlaməti olar. Bəli evin yəni nişan günü bəzədə bilər. İnşallah ki, bir problem yoxdur. Amma elə olmalıdır ki, yəni bu bəzək filan, yəni şəriətə müxalif olmalı deyil və yaxud da ki, kitab əhlinə bənzəmək formasında olmalı deyil. Aleykum assalam və bərəkatuhu. Normalda şirkətlər elə bir adam ümrəyə aparırlar. Çünki bəzi keçmiş və müasir alimlərin də bu arada rəyi var ki, əgər qadın toplum içində həcc və ya da ümrə ziyarətinə gedirsə, yəni icazəli görürlər. Amma yenə də yaxşı olar ki, yəni qadın məhrəmi ilə olsun. Çünki onun belə halda ümrəyə getməsi, onun ümrəsi səhih olsa da, yəni günah qazanmaq ehtimalı var. Amma yaxşı olar ki, inşallah ki, ailə qurar, öz yoldaşı ilə gedər inşallah və ya da qardaşı ilə və ya atası ilə ki, hətta bu günah da qazanmasın. Aleykum assalam və rəhmətullah və bərəkatuhu. Ümumiyyətlə demək olmaz ki, həmən qadın haram pul qazanmış olur. Çünki onun işi halal işdir. Amma o heç bir halda həyat yoldaşından izinsiz nəsə bir iş görməli deyil. Yəni qəti formadır. Yəni o bunu eləməklə o həyat yoldaşın haqqına girmiş olur. Ona görə əgər icazə vermirsə, deməli burada müəyyən məsləhətlər var ki, icazə vermir. Yox, əgər yoldaşı icazə verməməkdə səhv edirsə,
Yəni qadın icazə istəyir və yoldaşı da inadkarlıq eləyəcək ki, o halallıq vermirəm filan besməkan. Onda məsələni otursun, aydınlaşdırsın, niyə görə icazə vermək istəmir, nədir məsələ. Amma kişinin əgər üzürlü səbəbləri olarsa, yəni qadının qazandığı pula ehtiyac yoxdur, kişi öz qazancı ilə ailəsini dolandırıb eləyirsə, o zaman qadın heç bir halda həyat yoldaşından izni olmadan evin içində nəsə bir pişirmək, düşürmək, alqı-satqı eləmək qəti formada icazəli deyildir. Yəni çünki onun yoldaşına itaat eləməyi hər şeydən öndə vacibdir. Yəni hər bir halda əgər kişinin gətirdiyi qazanc, yəni onların tələbatını ödəyirsə, yəni söhbət burada tələbat nədən gedir? Yəni vacib olan tələbatlar, yeməkdir, içməkdir, məsələn kommunal xərclərdir və s. Yəni borcun xərcin içinə batıb getmirlər də. Biri var məsəl üçün kişi qazanır, amma qazancın yarısını çoxu kirayəyə gedir, əziyyət çəkirlər, borcdan, xərcdən, o başqa məsələ. Orada bəli, qadın kişiyə desə, kişi ona icazə verər. Nəsə pişirsin, düşürsün, satsın, eləsin. Bir də var ki, əgər qadının, kişinin gətirdiyi ona yetirsə və buna rəğmən qadın əlavə pul qazanmaq filan, özümün biznesim olsun, belə olsun, belə olsun düşüncələrlə bu işlə məşğulsa və həyat yoldaşı icazə vermirsə, o heç bir halda həyat yoldaşının sözün əksinə getməli deyil. Yəni həyat yoldaşına tabe olmalıdır. Aleykümselam. Qadın heyzli olduğu zaman geyindiyi paltarların hamısını heyz bitdikdən sonra yuyub sonra geyinməlidir. Bir bacıdan eşitdi ki, namaza başladıqda bütün paltarlar yuyulub sonra geyinməlidir. Fərqi yoxdur, həmin paltarlar heyz qanı dəyib ya yox. Bu nə dərəcədə doğrudur, ya bu doğru deyil. Əgər onlara heyz qanı toxunubsa, o zaman o yuyulur, təmizlənir. Yox, əgər heyz qanı toxunmayıbsa, yəni bu demək ki, gözdən heç bir nəcasət görsənməyibsə, yəni heç yuyulmağına da ehtiyac yoxdur. Çünki sahabə qadınlar, yəni onlar həmən heyz paltarlarını heyz bitdikdən sonra yuyardılar, çünki onların paltarları bulaşardı. Amma bugünkündə müəyyən qoruyucu vasitələr, səbəblər olduğu üçün, yəni paltarlar batmır, ona görə onu yenidən də yumağa ehtiyac yoxdur. Üçüncü sual, əgər namazın hər rükətində Fatihə surəsini oxumaq mütləqdirsə, onda səssiz namazlarda imama qiyamda ikən qoşulan və Fatihəni bitirməyə çatmayan şəxsin həmin rükət sayılmır, o rükətin yenidən qılmalıdır. Hansı alimlər Fatihəni rukundan görürlərsə, onlar həmən o rükəti yenidən qılınmasını bildirirlər. Yəni onlar deyirlər ki, o Fatihəni oxumadığı üçün bir rükət əlavə qılır. Aleykümselam və rəhmətullah və bərəkatuhu. Təbii ki, bu hal üzücü bir haldır, hüzüntülü bir haldır. Yəni hər valideyn, xüsusən də ana kiçik yaşlı övladını itirməyə dözə bilmir. Amma baxmayaraq bizdə bu barədə ibrət var. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm oğlu İbrahimi də 2 yaşında itirmişdi. Və Allah Rasulü sallallahu aleyhi və səlləm gözyaşı tökərək demişdi ki, yəni biz sənin itkinə hüzülürük. Amma qədər də Allahın qədəridir. Və unutmaq lazımdır ki, o cür körpə uşaqlar, yəni qiyamət günü cənnətlik olurlar. Çünki valideynlərinə yəni tabe olurlar. Ən azından bu cür ana bilməlidir ki, əlhəmdülillah, övladı cənnət əhlidir. Yəni səbirli olsun. İnşallah ki, Allahın izni ilə cənnətli övladı ilə qovuşar inşallah. Aleykümselam və bərəkatuhu. Yox, nəzərə alsaq ki, cəmiyyət cahil cəmiyyətdir və qadınların çoxu açıq-saçıq filan belə geyinirlər. Ona görə dərzi, müsəlman, ibadət əhli olan qadınlar yəni çalışsınlar, yəni bu cür açıq-saçıq filan libaslar tikməsinlər. Yəni müsəlmanlar üçün hicaba uyğun olan uzun qollu paltarlar və yaxud da ki, müsəlmanların evdə öz məhrəminin yanında giyinən paltarlardan tiksinlər. Amma ümumilikdə cahillər üçün bu cür paltar falan tikməkdən çəkinsinlər. Çünki onlar açıq-aşkar çölə bayra giyinirlər onu. Aleykümselam və rəhmətullah və bərəkatuhu. Yəni qadın ətir vurub çölə çıxıbsa, yəni günah bir, haram bir iş etmiş olub. Yəni Muhammed sallallahu aleyhi və səlləmin əmrinə müxalif etmiş olur. Amma evə qayıtdığı zaman qüslə ehtiyac yoxdur. Çünki ətir vurmaq nə dəstəmazı, nə qüslü pozmur. Bəli, aqibəti ağırdır, günahlar var, vəd var bu barədə.
Hətta Allah Resulü sallallahu aleyhi ve sellem bu cür qadını yəni zina etmiş kimi vəsf edir. Amma vəsfi onu etmək kimi sayılmır. Yəni ona görə onun qusl almağa zərə ehtiyac yoxdur. Sadəcə bəli tövbə eləməlidir. Allahdan bağışlama diləməlidir və bu əməlini bir daha təkrarlamalı deyil. Və aleykum assalam və rahmetullah və bərəkatuhu. Ümumiyyətlə əgər qadın əlində xınadan bəzəklər, naxışlar falan belə vurubsa, təbii ki, bu artıq bəzəkdir. Bəzəkdir. Bu bəzəkli halda da onun çölə barət çıxması yəni düzgün deyil. Yəni yalnız ehtiyac olandan, zərurət olandan qoy çölə çıxsın, amma qoy xınanın hətta izləri içsin. Çünki əlavə bir gözəllikdir, əlavə bir şəkillərdir. Çünki orada xınadan müəyyən naxışlar, bəzəklər düzəldirlər ki, gözəl görsənmək üçün. Bu baxımdan elə düzgün deyil. Yəni çölə çıxmaq düzgün deyil. Amma yox, mücərrəd elə əlinin içinə xına vurublarsa, adi belə bir xına, heç bir bəzəyi falan yoxsa, inşallah o cür çöldə çıxmaqda inşallah ki, bir problem yoxdur. Aleykum assalam və rahmetullah və bərəkatuhu. İnsan, yəni qadın xeylağı dəstəmaz alandan sonra makyaj eləməsi onun dəstəmazını pozmur. Və yaxud da ki, dəstəmazı var, üstündən makyaj eləyir, sonra namaz qılır, dəstəmaz pozulmur. Yəni makyaj dəstəmaz pozulmur. Təbii ki, bir müsəlman qadın özlərinə itaat eləməlidir, ancaq Allahın asiliyində deyil. Asilində itaat eləmək olmaz. Misal üçün, əgər əmr eləsə ki, mənə araq süz, araq al, siqaret al, nə bilim, musiqi və s. haram şeylər ona itaat yoxdur. Amma bundan savay isə, yəni haramdan savay isə, bəli, qadın ərə itaat eləməlidir. Yəni bu siz deyən kimi, əgər içki içmək və s. bəli, o ilə bir məclisdə oturmursan, onu almırsan, süzmürsən, daşımırsan və s. Yəni bu onu eləmək olmaz. Çünki içkidə 10 nəfər insan lənətlənib. Onlardan biri alan, düzəldən, satan, daşıyan, sifariş verib gətirdirən, süzən və s. 10 nəfərə yaxın. Ona görə bu cür haramlarda, yəni nəinki içkidə də digər haramlarda belə qadın özlərinə itaat eləməli deyil. Amma haramlardan kənar, bəli, itaat eləməlidir, qayğı göstərməlidir Allahın izni ilə. Əgər kişi o içki məclisini özü qurursa, günahın özü daşıyır. Amma onlar yeyib içib zəhərlənəndən sonra o qadın onu yığışdırmanda qadın üçün bir problem yoxdur. Yəni onu əsas qadın onu qurmasın, daşımasın, eləməsin. Amma özləri yığışıb, eləyib, məclis qurub, yeyib içib zəhərlənib, sonra çıxıb gedirlərsə, artıq oranı yığışdırmaqda qadına bir qəbahət yoxdur. Çünki o zaten yığışdırmalıdır onsuz da onu. Ona görə qadın ona görə Allahın izinə günah daşımır. Aleykum assalam və bərəkatuhu. Yəni əgər söhbət tacı, yəni başına tac qoyub evin içində yoldaşın yanında gəzməkdən deyirsə, problem yoxdur. Yəni tacdır, başına qoyur, taxır, bir problem yoxdur orada. Əgər başqa bir tac nəzərdə tutulursa, onu bilmirəm. Amma bildiyimiz başa qoyan tacdırsa, yəni qadın yoldaşın yanında onu taxa bilər. Yəni ziddiyyətli bir şey yoxdur orada. Və aleykum assalam. Əgər qadın imamın, yəni imam qadın dayanıbsa və onun namazda ayağı görünürsə və ayağını örtmürsə, o zaman arxadakıların namazı səhih olur. Arxadakılar namazı səhih olur. Amma imamın özünün yəni namazında isə təbii ki, orada alimlər arasında ixtilaf var. Yəni səhih deyənlər var, səhihdir, günah qazanır deyənlər var və batildir deyənlər var. Yəni hər bir halda yəni məsələ ciddidir qadınlar üçün, çünki ayaq övrətdir. Onun bilərəkdən bilib örtməməsi o yəni batil olmağına daha yaxındır. Yəni hər bir halda yəni sual imamın arxasında dayananlardadır. İmamın arxasında dayananlar namazları batil olmur, səhihdir. Aleykum assalam. Hicabsız şəkil çəkdirmək olarmı sənəd üçün? Məsələn, sürücülük üçün. Sənəd üçün çəkdirmək olar. Misal üçün şəxsiyyət vəsiqəsidir, pasport və s. hansı ki, o bugünkü gündə zəruri sənədlər sayılır ki, onsuz sən kimlik isbat eləyə bilmirsən. Amma o ki, qalırsa ki, sırf qadının sürücülük vəsiqəsi üçün baş açıq hicabsız şəkil çəkdirməsi, bu əsla olmaz. Ona görə ki, günümüzdə qadının maşın sürməsi barəsində demək olar ki, biz tanıdığımız, bildiyimiz əksər çoxluq
böyük sələf alimləri onu icazəli görməyiblər. Yəni haram görüblər, qadağan görüblər. Ona görə də icazə verənlər isə az bir saydadır. Yəni bir iki nəfərdir. Ona görə məsələ ciddi məsələdir. Yəni qadının maşın sürməsi, yəni günümüzdə çox təhlükəli bir əməldir. Yəni harama daha çox yaxındır və belə bir hal üçün də hətta başıaçıq da şəkil çəkdirmək o da əlavə bir qadın üçün bir sorumdur, bir günahdır. Ona görə sual sırf sürücülük vəsiqəsi üçünsə xeyr, qadın bunun üçün başı açıq şəkil çəkdirə bilməz. Çünki məsələ dediyimiz kimi qadın haqqında bu ixtilaflıdır. Əksər alimlər onu haram görür və həmçində o qadın üçün də zərurət sayılmır. Yəni o məsələni də unutmayın ki, zərurət sayılmır o məsələ. Yəni hətta icazə versələr belə, hətta icazələr tam ki alimlər icazə verir. Hamısı deyir ki, bəli, qadının maşın sürməkdə bir problem yoxdur. Hətta belə halda belə qadının başıaçıq sənəd sürücülük vəsiqəsi üçün şəkil çəkdirməsi özü belə icazəlidir. Ona görə ki, o şəxsiyyət vəsiqəsindən, xarici pasportdan fərqli olaraq bu sürücülük vəsiqəsi almaq zərurət məsələsi deyil. Aydın, amma şəxsiyyətdir. Pasport üçün o isə zəruri hallar sayılır və hətta bu məsələdə qadınlar diqqətli olsunlar. Kişinin qadını söyməsi, şiddət götürməsi, ələ qaldırmağı bunlar icazəli deyil. Söyməkdir və şiddət götürmək bunlar şəriətə ziddir, yəni haram əməllərdir. Amma buna baxmayaraq kişi bu cür rəftar edirsə, kişi qadın haqqına girir və qiyamət günü buna görə cavab verəcək. Və buna görə isə qadın onun haqqını kəsməli deyil. Başa düşürsən? Yəni mən sənə zülm eləyirəm, sən də əvəzə mənə zülm edirsən. Bu olmaz. Yəni zülmlə qarşılaşmaz. Yəni kişi əgər arvadına zülm eləyirsə, qadın onun qarşı olaraq onun haqqını verməməsi o da kişiyə bir zülm sayılır. Çünki onun haqqını ödəməməyinə görə qadın da günah daşıyır. Ona görə o kişinin qarşılığı olaraq mən də sənin kimi etməli deyil. O şiddət göstərirsə, söyürsə, əl qaldırırsa, günahın özü daşıyır və qadın da haqqına girir. Və haqqını almasa da, haqqının qadından almasa, yəni halallaşmasa, ona görə də əzab da çəkəcək. Cəhənnəmdə də yanacaq ona görə. Yox, əgər qadın halallıq versə, bağışlasa, o zaman o başqa məsələ. Amma o kişi qadın haqqına girirsə, söyürsə, döyürsə, şiddət göstərirsə və qadın da buna görə onun haqqını ödəmirsə, buna görə qadın da günah daşıyır əlbəttə ki. Və aleykumussalam və bərəkət. Təbii ki, hər hansısa problem nə olur olsun, yəni heç bir halda qadın hamiləliyin götürülməz, hətta bir həftəlik olsa belə. Yalnız və yalnız əgər bətində olan artıq yəni ölmüşdüsə, yəni hərəkətsizdir, ölüb, yəni onun həyatı dayanıbsa, o zaman bəli, o qadına zərər olmasın deyə o götürülür. Amma başqa təqdirdə o hamiləlik, ay uşağım çoxdur, ay nə bilim, yoldaşım zəif, maaş alır, dolanışım çətindir, yerimiz yoxdur və s. Yəni bunlar heç bir uşaq götürmək üçün səbəb deyil. Yalnız və yalnız əgər uşaq bətində ölərsə, artıq onun həyatı dayanarsa, o zaman bəli onu götürdürmək olar. Yəni götürdürmək lazımdır ki, yəni qadına həyatına risk olmasın, təhlükə olmasın. Və aleykumussalam və bərəkatı. Ümumiyyətlə qaşa, məsələn, kaynada çəkmək, yəni bu bir növ deyim ki, bir gözəlləşdirməkdir, özünü gözəlləşdirməkdir. Yəni əlavə nə ilənsə özünü gözəlləşdirməkdir. Və təbii ki, bunu qadın öz evində, öz məhrəmi yanında, yoldaşının, oğlunun, atasının, əmisinin, dayısının yanında elə bilər, problem yoxdur. Amma onu çəkib, yəni çölə çıxmağında hə, problemdir, eləmək olmaz. Çünki artıq bəzənmiş halda olduğu üçün, bəzənmiş sayılır. Elə halda çölə çıxmağı yəni düzgün deyil. Aleykumussalam və rəhmətullah bərəkatı. Əgər burada söhbət, yəni nə bilim, botekslər, nələr, gellər, mellər filan, bu şeylərdən söhbət gedirsə, bundan uzaq durmağı yaxşıdır. Bir də var, məsəl üçün təbii müalicələr olur, vitamin iynələr vurulur və s. Yəni hansı ki, o təbii şeylər, orada problem yoxdur. Amma bir də var ki, məsəl üçün yanağını, məsəl üçün yaşlıdır və yaşlaşıb yanağını, məsəl üçün nələrsə vururlar, eləyirlər, cavanlaşdırır, məsəl üçün dodağını nə vururlar, neyinirlər, qaşı nə bilim, nə cür eləyirlər. Hə, bunlar olmaz.
bu botekslərdir, nə bilim gellərdir, mellərdir, silikonlar, bunlar eləmək olmaz. Amma təbii iynədir, kremlərdir, sürtüb bilirsə inşallah, yəni bunlar problem yoxdur. Yəni təbii vitaminlər vururlar iynə, heç bir şey gel zad deyil, sadəcə iynə vitamindir və ya da ki, kosmetoloji prosedur, yəni krem, zat vurur, nəmləndirici və s. bunlar olar. Amma nə ki əlavələr, müdaxilələr var, onlardan çəkinməklə yaxşıdır. Hətta o barədə böyük alimlərin də şiddətli fətvaları var. Aleykumussalam və rəhmətullah bərəkət. Bu barədə bizim geniş cavabımız var Allahın izni ilə. Bir 5-6 il əvvəl, 4 il əvvəl təxminən biz bu suala cavab vermişik və burada da biz sual cavab verəndə böyük alimlərin bu barədə dəlillərini də zikr eləmişik. Yəni xülasə olmaz, icazəli deyil. Ona görə ki, sən botoks elətdirməklə əslində özündə olmayan gözəlliyi özündə əks elətdirmiş olursan. Çünki botoks elətdirmək qadını zahirən cavan göstərir. Bu da aldadıcı manevr sayılır. Yəni aldadıcı bir hiylə sayılır. Ona görə bunu eləmək olmaz. Yəni istər öz yoldaşın üçün və istər qeyrisi üçün. Çünki alimlər onun icazəli olmadığını söyləyirlər. Çünki o, insan özündə olmayan bir gözəlliyin özünü gözəlləşdirmək deməkdir. Hətta onu bəzi alimlər onun tibbi cəhətdən zərər olduğunu da belə bildirirlər. Yalnız hansı halda olar o botoks elətdirmək? Alimlər deyir ki, əgər səndə xilqəti gözəllik yoxdursa, misal üçün deyir ki, sənin normalda gözün altında yəni almacıq olmalıdır, yəni qabağı şiş kimi çıxmalıdır və yaxud da yanağı normal halda olmalıdır. Amma insan müəyyən bir qəza keçirdib və həmən o almacıq yoxdur və yaxud da ki, yanağında olan həmən əti kəsib götürülür, onun yeri artıq qaya yarıq kimi qalıb. Həmən onun yeri yarıq kimi qayılıb, yarıq kimi qalıb və o da zahirən baxan kimi onun xilqəti, yəni Allahın yaratdığı gözəllikdən kənarlaşması deməkdir. Yəni belə halda olar ki, sən onu əvvəlki gözəlliyinə qaytarasan, yəni onu bərpa eləmiş olursan. Necə ki, məsələn, dişin qırılıb, sən gedib həmən dişi istir farfırla, istir başqa bir protezlə və ya nəsə bərpa elib yerinə qoyursan. Bunu onun kimi icazəli olduğunu deyirlər. Yalnız belə halda, yəni xilqətli gözəlliyi qaytarmışsın, amma yox, gözəllik yerində sadəcə botoks elətdirir ki, cavan görsənsin, qırışlar içsin və qadın tam ki 50-dirsə, onu eləyəndə 38-40 yaşında olur, cavan görsənir. Bu da aldadıcı manevr sayılır. Həmçində özündə olmayan gözəlliyi özündə əks elətdirmək kimi olur. Ona görə bunu elətdirmək düzgün deyil. Daha geniş cavabda biz artıq onu cavab vermişik. O da YouTube'da yayılıb. Səhv eləmirəmsə olmalıdır. Aleykumussalam və rəhmətullah bərəkət. Namaz qılarkən evdə və ya evdən kənar bir evdəysən, oradakı şəkil, iqruşka varsa o otaqda namaz qılmaq doğrudur, qəbuldur. Bəli, doğrudur və qəbuldur. Yəni sadəcə bilmək lazımdır ki, həmən o evlərə, o cür iqruşka, şəkil olan evlər rəhmət mələkləri girmir. Amma namazların da heç bir problem yoxdur, namaz səhihdir. İkinci sual odur ki, ailədə ata və ya başqa birisi halal olmayan qazanc gətiribsə, onda evdəki yetkinlərin ondan istifadəsi günahdırmı? Əgər uşaqlar özləri müstəqil ruzi qazanırlarsa, o zaman ondan istifadə eləməsələr yaxşıdır. Yox, əgər müstəqil ruzi qazana bilmirlərsə, ananın əlinə baxırlarsa, o zaman atanın gətirdiklərində onların yeməyində bir günah yoxdur. Və həmçində burada bir şeyə başa düşmək lazımdır ki, yəni əgər atanın qazancı sırf haramdırsa, yəni sələmlə məşğuldur, oğurluqla məşğuldur və ya da ki, yalnız araq satmaqla məşğuldur, yəni qazancı sırf haramdırsa, onda insan çəkinməyi, ehtiyat eləməyi yaxşıdır. O dediyimiz təfsilata görə. Amma yox, ata işləyir. Həmçində qazancından bir hissəsi də sələmdir. Məsəl üçün, bir hissəsi tam ki, içkidir və başqa haramdırsa, bu zaman 4 məzhəbdə rəy ayrılığı var. Yəni, bəzilər əgər halal çoxdursa, heç bir problem görmürlər. Əgər halal çoxdursa, heç bir problem görmürlər. 50-50-yə yəni ehtiyat eləyirlər. Yəni, ehtiyat eləmək lazımdır.
Yox, əgər haram çoxdursa çəkinməyə üstünlük verirlər və bu da dediyimiz təfsilata görə. Əgər övlad ata, valideyn əlinə baxırsa, o artıq mütləqən olaraq yeyə bilər. Yox, əgər övlad valideyn əlinə baxmırsa, müstəqil qazanc əldə edirsə, o zaman dediyimiz kimi, əgər haram çoxdursa, onda istifadə eləməsə, yeməsə daha yaxşıdır. Aleykum assalam və rəhmətullah bərəkatuhu. Yəni, qadınla kişinin namaz qılmağında heç bir fərq yoxdur. Nə rukularında, nə qiyamlar, nə səcdələrində. Yalnız qadın əgər hamiləliklə bağlı problemləri varsa, məşəqqəti, çətinliyi varsa, o zaman bəli, gücü çatan qədər rukuya gedir və yaxud da rukuya gedə bilmirsə, stolda oturub stolda namaza qılır. Başqa heç bir hamiləlik falan olmadığı halda, heç bir ayağa gipsdə falan olmadığı halda qadına kişinin namazında heç bir fərq yoxdur. Aleykum assalam və rəhmətullah bərəkatuhu. Əgər təbii ki, qadın hicablı olarsa, niyə də xoş gəldin deməsin ki, niyə də çay verməsin ki? Yəni, bunlarda heç bir problem yoxdur. Çünki bu bizim adətimizdir ki, gəlin evin, bəyin, deməli, xalasına, bibisinə, dayısına, əmisinin qarşısına çıxır, xoş gəldin deyir, çay süzür, yemək verir. Yəni, burada bir problem yoxdur. Yəni, çünki əgər hicabla qarşılayarsa, inşallah heç bir problem də yoxdur. Aleykum assalam və rəhmətullah bərəkatuhu. Xeyr, o övlad uşağı ona naməhrəm sayılır. Oğlan o qıza, yəni bir-birlərinə onlar məhrəm sayılması üçün oğlanı ki, övladlığa götürən ailə var, çalışmalıdır ki, o qadın ona süd versin, sonrası 5 doyumluq süd versin. Ondan ötürü gəlir o getsin mütəxəssis həkimi yanına, orada o müəyyən dərmanlar içir və onda belə deyim də süni hamiləlik formalaşır. Yəni elə proses gedir o dərmanların sayəsində və bunun da səbəbi ilə qadının sinəsinə süd gəlir. Yəni həmin o müalicə dərmanlar vasitəsilə. O da o süddən uşağa verə bilər. Yəni əgər istəsə belə eləsin ki, hətta onun süd anası olsun. Yox, əgər eləməsə heç bir şey sayda uşağı götürüb, hətta doğulan kimi götürüb anasının ayrı buna veriblərsə və bu da böyüdübsə, yenə də o uşaq həmin o qadın onu götürən anaya da, o anadan doğulan qız uşağına da naməhrəm sayılır. Hətta onu böyütsə də eləsə də belə. Aleykum assalam və rəhmətullahi bərəkatuhu. Dəstəmalsız və hicabsız başı açıq Quran oxumaq olar. Əgər söhbət Quranın Azərbaycan dilində olan tərcüməsindən gedirsə, bəli, onu dəstəmalsız oxumaq olar, hətta hicabsız belə oxumaq olar. Amma söhbət ərəb dilində nazil olan Qurandan gedirsə, o zaman o dəstəması olmasıdır, lazımdır. Amma başı açıq, hicabsız oxuya bilər. Yəni, Quran oxumaq üçün alimlərin dedikləri dəstəmaz şərtdir, amma hicab şərt deyil. Hicabın bağlanması namaza aiddir. İkinci sual, bir bacı yaşayış yerini dəyişib, orada qiblənin necə olduğunu bilmir. Proqrama baxıb, proqram göstərdiyi kimi qılıb. Bacı deyiblər ki, səhvdir. Qiblə televizorun krosnosu hansı istiqamətdə qurubsa, qiblə də elədir. Düzdür bu və ya necə təyin edə bilər düzgün qibləni? Kim bacıya o krosnu ilə qiblə göstəribsə, o xata eləyib. Əlhəmdülillah, günümüzdə proqram var, hansı ki, o proqram təyin edir, o ilə də kifayətlənmək lazımdır. Amma krosnu üzü bu yana dayanıb, üzü o yana dayanıb, bu xatadır. Yəni, ona görə bacı elə proqramla təyin elədiyi kimi qılsın, heç bir narazılıq yoxdur. Üçüncü sual, bir nəfər zöhr namazı vaxtı keçib, bazarda olub, imkan olmayıb namaz qılmağa, dəstəmaz almağa, zöhr namazının vaxtı keçib, əsr namazı girib, zöhr namazı qəza edilməli. Yəni necə? Bəli, əgər bu cür onun qıla bilmədiyi, yəni dəstəmaz almaq və ya da namaz qıla bilmədiyi bir məkan olubsa, o zaman evə gəlir, bəli, zöhrü qəza ilə qılır. Birinci zöhrü qılmalı idi, sonra dalınca da əsri qılmalı idi. Yəni namazı tərk etmir. Qəza halında olsa namazı qılır. Aleykum assalam və rəhmətullah. WhatsAppda qadın, kişi qarışıq bir qrupda olmaq günahdır. Qrupda insan çoxdur. Mən öz adımla daxil olmamışam. Yəni qadın olduğum bilinmir. Belə halda qala bilərəm. Bir də qoşulduğum kurs üzvləri və müəllim qadındır. Sadəcə qrupda nəzarətçi üzv kişidir. Bu icazəlidir.
Əslində icazəli deyil. Çünki əgər qrup kişilər qrupudursa, ora kişilər daxil olmalıdır. Əgər ora qadınlar qrupsa, qadınlar daxil olmalıdır. Çünki orada ola bilər ki, elə məsələlər zikr oluna bilər ki, o yalnız kişilərə aid olsun və yaxud da ki, yalnız qadınlara aid olsun. Ona görə heç bir halda qadının kişilərin qrupuna və ya da kişinin qadınlar qrupuna girməsi icazəli deyildir.